içine. Ancak çoğunduru çekirik, tuzlayırıq, biraz kaynar su dökürük, renk çıkır. Hadi şahidi baba. Kalıbı erimeyenler kalıp ortasında bilinir bala. Eski renklendirici madde falan yoxdur. Yoktu, mende yoktu. Bəs qatılanda necə olur? Bilirsiniz ümumiyyətlə, məlumatınız var mı? Valla mən katmamışam valla. Mən ağsaqqalardan bu vaxtaca hiç katmamışam. İndi teze eşidirəm. Biz həmişə çoğunluğuna eləmişik. Bu dede babalardan gelip çoğunluğuna eləmişik. Valla ikisində də çoğundurdu. Boya qatmırıq ki biz. Ya des. Qatanlar var da mən qatı biləmirəm. Çoğundurdu. Bax bu da çoğundurdu üstündə görürsən ki. Gönlünüz aydın olsun Azərbaycan xalqı. Demək bu qida təhlükəsizliyi agentliyi utanmadan, qızarmadan indi də düşüb turşu satan nənələrin, bu ləzgil nənələrinin üstünə. Hansı ki dünənə qədər də düşmüşdü qəssabların ətin üstünə, indi də keçiblər bu turşuların üstünə. Unutma agentlik Qusar cəmaatı həmin o ləzgil nənələr halal zəhməti ilə o turşunu hazırlayır. İldə 2 sezon. Bir turşu sezonunda Qusar cəmaatı kasıbçılığını bərpa eləyir. Bir də yayda vişnə gilas sezonunda. Durmusunuz ona da göz tikirsiniz. Bilirsən niyə ona göz tikmirsiniz? Niyə onlara müdaxilə edirsiniz? Çünki sizin o böyük şirkətlər var ya, hansı ki orta bir bəhanə atdı. Gigiyena baxımından bankalaşdırılmış turşular, kələm turşuları satdı. Güya ki cəmaat indiyənə qədər kələm turşusundan kimsə zəhərlənib. Utanmırsınız. Niyə ölmürsünüz axı siz? Nə deyib bu ölkədə bu qurumun fəaliyyətini göstərirsiniz? Nə də zakaz var. Böyük şirkətlərdən sizə zakaz var ki, bizim biznesimiz zəifləyib turşu sata bilmirik. Qablaşdırılmış turşular sata bilmirik. İndi də gedin o ləzgin nənələrə ilişin. Ləzgin nənələrdən bu xalqa ziyan gəlməz. Onlar zəhmətkeş insanlardır. Qusarda iş fəaliyyəti yoxdur. Onlar sadəcə həmin o kələm sezonunda, turşu sezonunda kələm əkirlər, çuğundur əkirlər və turşularını satıb balalarını oxudurlar. Zəhmətlə bu ölkə evlad böyüdürlər. Ailələrini saxlayırlar. Onlar gəlib sizdən nəsə istəmir. Ay cama, ay filan qurum mənə kömək elə, ay filan kəslər mənə kömək elə. Onlar zəhmətinlə o turşularla bala saxlayırlar, ailə saxlayırlar. Utanın, utanın. Gedin belə hünərlisiniz, belə düzgün qurumsuz, belə dövlətə xidmət edirsiniz. Gedin girin böyük şirkətlərə, yağı gətirib əridirsən, yeməyi bişirsən, orada yağ o qaza damcılayanda oradan rezin iyi gəlir. Əvvəllər yağlardan yağ iyi gələrdi. Nəsə bir qida iyi gələrdi. İndi rezin iyi gəlir. Bütün hamısı onkologiya, hamısı bu firmaların satdığı, şirkətlərin satdığı yağların fəsadlarıdır. Düşmüsünüz indi. Bir nəfər göstərir ki, bu kəndçinin satdığı maldan zəhərlənib, hansı bir məhsuldan zəhərlənib. Turşudan kimsə zəhərlənib. Hadi utanın ya. Allah'ın olsun sizin nə bilim sizlə nə cür danışasan ki. İndi siz yaxşı bilirsiniz ki bu millət sizin hansı maxanasiyalara əl atdığınızı bu millət bilir. Ayıbdır, Qur'ana and olsun. Gülünç bir vəziyyətdə. Çuğunduru mahiyyəti nədir? Ay ağıllı. Çuğunduru mahiyyəti nədir ki? O niyə ora kraska qalsın ki? Çuğunduru mahiyyəti həmin o kraskadan ucuzdur. Başınızı biraz işlədin, düşmüsünüz ortalığa. Bu milləti bambılı yerinə qoymuşsa, Allah'ın olsun. Siz bu milletin haqqına girməyin. Ay qurumlar, ay qida təhlükəsizliyi. Sizin hünəriniz çatan yerə girin də. Nədir? Gücünüz ancaq belə şeyə çatır. Biri gəlir küçənin ortasında kasıbın yeşiyini təpikləyir. Biri gəlir nə bilim ləzgil nənələrin zəhmətlə. Onun heç olmasa o qışın soyuğunda bağladığı şaldan utanır. Heç olmasa zəhmətlə onun əlləri qabardır. Onun yanaqlarının qızartısına bas. Şaxtada çıxıb turşu satır. Balasını saxlamaq üçün, nəvəsini saxlamaq üçün. Utanın ha, ayıb da. Allah'ın olsun, nə deyib yaşayırsınız bu ölkədə? Nə cür bu ölkədə, nə deyib vəbşə ümumiyyətcə bu qurumları yaradırsınız? Bax belə qida təhlükəsizliyi. O qədər sizin müdaxilə edəcəyiniz və borcunuz olduğu o qədər şeylər var ki, amma onlara hünəriniz çatmır. Gedin girin də. O tanınmış marketlərə, tanınmış firmalara girin də. Bunlar gigiyenik. Dünənə qədər nənələr parklarda semişka satırdı. Elə gözəl idi, dadı da gözəl, hər bir şey də gözəl. Heç kim də ondan zəhərlənməmişdi, heç kim də ondan xəstəlik tapmamışdı. Paçkalaşdırdı semişkanı, firmaları yaratdınız, heç nə. Həsrət qaldıq o əsl dada, həsrət qaldıq. İndi də yediyimiz bir dənə turşudur da. Biz sizi kimi gedib o bahalı şeylərdən, turşulardan, nə bilim o importlu mallardan alıb yeyə bilmirik. Bizim yediyimiz o turşudur. Biz kasıbın yediyi o kələm turşusudur. Gedir 1-2 manat verir, amma halbuki sizin o qablaşdırılmış 4-5 manata başa gəlir. Gedir normalda alırıq, heç kim də zəhərlənmir. Çuğundurdan rəng çıxar da. Birazdan da gedin Göyçayların narına ilişin ki, ora nəsə qırmızı, nəsə kraska qatıblar. Nar bu qədər qırmızı olmur. Gedin onlara da müdaxilə eləyin. Ayıb deyə Qur'ana and olsun ha. Vallahi billah deyirəm, siz dövlətə xidmət eləmirsiniz ha. Dövləti gözdən salan sizi kimi qurumlardır. Bu xalqın gözündən salan sizi kimi qurumlardır. Siz yox idiniz, heç kim də zəhərlənmirdi. Siz başladı. Biri viskidən, firma viskisindən zəhərləndi, öldü. Biri çipsidən öldü. Biri nə bilim yağdan xəstəlik tapdı. Hər bir şeydən xəstəlik tapdı. Gedin onlara müdaxilə edin. Hələ bir nəfəri o firmanın satılan malların fəsadına görə kiminsə ölümünə cavabdeh olub, kimisə basmısınız içəri. Bir cinayət işi açmısınız? Yox, təbii ki, açmamısınız. İndi gəl düşmüsünüz. Onun o nurani anaların üzünə bax, heç olmasa. Onun o üzündəki nurdan utan. Hələ bir gedib oraya bir şər də atırsınız cəmaata. Ayıb olsun. Allah xalqımızı, dövlətimizi qorusun. Vallahi billahi
mən şəxsən hansısa bir qurumda olsaydım, mən ya o işdə işləyərdim, ya da ki tüpürərdim o işə. Vicdanım ona yol verməzdi. Düzgün işlərdim ya da tüpürərdim o işə. Ayıb deyə, Quran and olsun. Allah xalqımızı, dövlətimizi qorusun. Allah bu kasıblara yazıq desin. Var olun Azərbaycan xalqı.